أول من قال بالجاذبية Yer kürəsinin cazibə qüvvəsi barədə ilk dəfə danışan قال أبو İbn القاسم Xurdazbeh adı ilə tanınan və عبيد hicri təqvimi ilə təxminən عبد الله بن 280-ci ildə المتوفى vəfat سنة edən 280 Əbul-Qasım Übeydullah ibn Abdullah olub. O Məsəlik və Məməlik adlı kitabında سنة 280 4-cü səhifədə صفة الأرض أنها belə deyir. مدورة كتدوير Yerin xüsusiyyəti budur ki, o kürə kimi yuvarlaqdır. موضوعة في جوف الفلك O sanki yumurtanın içindəki sarı kimi في البيضة. fələkin, göy sferasının içində yerləşdirilib. والنسيم حول الأرض جاذب Nəfəs, لها hava yer من ətrafındadır جميع جوانبها və onu hər tərəfdən إلى الفلك. fələyə, göy sferasına doğru وبنية çəkir. الخلق على الأرض Yer üzərindəki أن məxluqatın النسيم quruluşu isə جاذب belədir ki, لما في أبدانهم من hava onların الخلق. bədənlərindəki yüngül والأرض ünsürü özünə çəkir. جاذبة لما في Yer isə أبدانهم onların من bədənlərindəki ağır ünsürü özünə çəkir. لأن Çünki الأرض yer بمنزلة الحجر dəmiri الذي يجتذب özünə cəlb edən daş, المغناطيس. maqnit kimidir. فإذا Buradan aydın olur ki, قول إن نيوتن cazibə qüvvəsi barədə ilk danışan Newton olub sözü doğru deyil. أول من اكتشف Yer kürəsinin cazibə qüvvəsini ilk dəfə kəşf edən müsəlmanlar olub. هو وضع القوانين Newton sadəcə hər kəsə məlum olan cazibə qüvvəsinin qanunlarını, yəni bu üç qanunu müəyyən edib.